S bərabərdir 1 minus 3, üstə gəlinsin 5, çıxılsın 7, üstə gəl 9, üstə gəl və s. üstə gəlinsin mənfi 1 üstündə n plus 2 vurulsun 2n plus 1 cəmini hesablayan blok sxem qurun. Bu zaman əslində biz nə etməliyik? Baxın, bizə hər şeyi verib. Bizə bir düstur verib ki, bu elementlər buna əsasən hesablanır. Və biz ondan istifadə edəcəyik. Sadəcə nə edirik? İlk ədədləri necə tapmaq lazımdır, ona baxmalıyıq. İndi əvvəlcə deməli bizdə burada məhsulumuz nədir? N-imizdir. Ona görə alqoritm başladarkən ilk edəcəyim nədir? N-i daxil etmək. N-i daxil edirəm. Daha sonra 1-i burada almaq üçün nə etməliyəm? Mənfi 1 üstündə n plus 2 vururam 2n plus 1-ə və bərabər eləməliyəm nəyə bunu? 1-ə. Demək, bunu 1-ə bərabər eləmək üçün, yəni ki, bunun müsbət ədəd alınması üçün burada qüvvətdə nə olmalıdır? Qüvvətdə bizə cüt ədəd olmalıdır ki, burada müsbət 1 eləsin də bu. Daha sonra burada 1 almaq üçün n-in qiyməti nə olmalıdır? N-in qiyməti də 0 olmalıdır ki, bunun yekun cavabı nə olsun? 1 olsun ki, 1-i 1-ə vuraq, 1 alaq. Deməli, n-in qiyməti başlanğıcda nədir? 0-dır. Onu deməli, başlanğıc ədəd kimi mən nə götürməliyəm? 0. Və bunu mən nəyə mənimsədərəm? i-yə. i bizdə indeks sözündən gəlir. i bərabərdir 0. Daha sonra bunun bir cəm prosesində icra edirəmsə, deməli, başlanğıc bir cəm dəyişəni götürürəm, s-i də 0-a bərabər edirəm. Və şərt açıram. Şərtdə deyirəm ki, i n-dən kiçik bərabər olduğu müddətcə alqoritmim işləsin. Gəlirəm buradan, i əgər ki, n-dən kiçik bərabərsə, yəni hə qoluna gəldiyimdə nə edirəm? Artıq cəmlənmə prosesini həyata keçirəm. Buradan yazıram. S bərabərdir. S üstə gəlinsin. Bu nisbətən kiçik oldu. Bunun bir tərəfini formada açaq. S üstə gəlinsin. Mənfi 1 üstündə i plus 2 vurulsun 2i üstə gəl 1. Bu qədər. Artıq bu bizdə nə olur? Ümumi yekun düsturumuz bu formada olur. Daha sonra isə nə edirəm? i-nin artımını verirəm. i-nin artımı burada artıq neçədir? Burada gördüyümüz kimi 1-dir. Hansı məsələn burada 0 olduqda 2, 0 üstə gəl 1 verirdikdə 1 verirsə artıq 2 vur 1 üstə gəlinsin 1 yazanda 3'ü verir ki, hə, zaten nədir bizdə? Yəni növbəti addımımızda 3'dür. Deməli artımımız nədir bizdə? Addımlarımızın 1'dir. i plus 1 yazıram. Daha sonra şərtin əvvəlinə gəlirəm ki, artıq növbəti ədədlərə keçə bilim. Daha sonra da şərt ödənmədiyi halda, yəni yox qolunda nə edirəm? Artıq s-i çıxışa verərəm. S-i çıxışa vermək üçün də yenə paraleloqramdan istifadə edirəm və daha sonra da artıq alqoritmi sonlandırırım.